Məlikov bildirir ki, ola bilər ki, bu il biraz maraqsız çempionat olsun. Keçən il legioner limiti məsələsinə görə wow effekti oldu. Amma bu il keçən ilin kölgəsində qalacaq, qatılmamaq mümkün deyil. Mən də eyni fikirlərdəyəm. Ola bilər Ahmet, sən fərqli fikirləşirsən. Mən qatılmıram. Çünki ilk oyunlardan izlədiyim qədərilə bu il çempionat yəni daha maraqlı olacaq. Ötən mövsümünkindən maraqlı olacaq. Mən hətta nəinki ilk turu yox, heç ilk turu izləmədən bu qənaətə gəlmişdim. Futbolçuların transfer siyasətinə baxırdım. Transfer siyasəti başqa mövzudur, sözün açığı. Amma yəni o çapda futbolçuları mən görmədim. Mən düşünürəm ki, Qarabağ sabah bir başqa pillədə olacaq. Qarabağ sabaha hansısa məqamlarda badalaq vura biləcək. Neftçini, Turan Tovuzu, bəlkə hansısa çapda Zirəni görə bilərik. Digər klublar inanmıram ki, o hansısa çempionluq mübarizəsində və ya Avropa mübarizəsində. Bu yəni normal bir şeydir də. Yox, məsələn əvvəlki mövsümlərdə biz məsələn son 5 mövsümdə Sumqayıt 3 dəfə Avrokuboklara gedib təəccübləndirə bilib. Amma hazırki məqamda o belə deyək də, çempionatın problemi deyil axı, indi məsəl üçün deyirəm, Sumqayıt indi Avrokubok uğrunda oynamır. Yox, limitin ləğvindən sonra daha böyük rəqabət olacağı deyilirdi, səviyyənin qalxacağı deyilirdi. Mən də düşünürəm ki, olmayacaq. Əksinə, limitdən sonra ciddi bir təbəqələşmə gedir. Bunun da kökündə dayanan məsələ var. Nədir? 13-cü legioner futbolçuya 100.000 manat tələb olunur. Deyək ki, Qarabağ, Sabah 20 legioner transfer eləyə bilir. Sabah, məsələn, Sumqayıt 13-cü futbolçunu gətirə bilmir. Qarabağ bugün start heyətində 10 legionerlə meydana çıxmışdı. Bu ikinci heyətidir hələ, aşağı-yuxarı. Sabah bütövlükdə ikinci heyətlə meydana çıxmışdı. Əsas heyətdə 9 legioner var idi. Amma bugün Gəncə ilə oyunda. Bəli, Kəpəzlə oyunda. Amma bugün Sumqayıt komandasının yayda gətirdiyi legioner qapıçı zədələnib. Komanda tərəddüddədir ki, biz bu qapıçının yerinə necə əcnəbi alaq? Çünki ikinci altılıqda xüsusilə olan komandaların gətirdiyi futbolçuların illik xərci, maaş xərci ən yaxşı halda 100.000 manat olur. 10.000 manatdan hesablayanda da 10 aylıq maaşı. Bəzən 70.000 olur, 80.000 olur. Düşün, Ahmet, hansısa bir klub rəhbəri, hansı ağıllı bir şəxs 80.000 illik maaş verdiyi futbolçuya görə əlavə 100.000 də rüsum ödəyər. Yəni bu mümkünsüzdür. Bu artıq arada ciddi bir uçurum açır. Razıyam. Bu əslində hesablanmışdı ki, mən belə fikirləşirəm. Daha çox yerli oynatsınlar. Daha yaxşı legionerlər gəlsin. Daha yaxşı və əhsən. Daha yaxşı legionerlər gəlsin. Amma indi biz sözün açığı kiminsə tutalım ki, seçdiyi bir futbolçuya indi bilmirəm hansısa komanda hansı gözlə, hansı futbolçuya baxır, biz onu bəyənmək ya da bəyənməmək məcburiyyətində deyilik. Amma ilk turdan, yəni yenə də deyirəm, tələsməyimiz biraz tez olar ilk turlardan. Məncə, məsələn, elə futbolçular var ki, yəqin ki, mətbuatda sən də görmüsən, hətta Sportinfoda da gedib, yəni, ümumiyyətlə harada olduğu bəlli deyil. Bəlkə o hamı yanılıb elə bir performans göstərəcək ki, bütün hər kəs gözlərinə inana bilməyəcək. Yəni ona görə məncə çox təbii ki, ola bilər. Mən razıyam ki, müəyyən oyunlar olacaq ki, böyük ajotaj olacaq ətrafında. Bu hər çempionatda olub. Ümumən bütün müstəqillik illərindəki bütün çempionatlarda olub. Amma mənim ehtimallarım ondan ibarətdir ki, heç ötən mövsümdə dəhşət dərəcədə səviyyə qalxmamışdı. Sadəcə limit ilk dəfə ləğv olunurdu deyə bir wow yaranmışdı. Amma bu mövsüm düşünürəm ki, hətta ötən mövsümki qədər ciddi ajotaj olacağını düşünmürəm.